Allah razı olsun. Resul kardeş var ol. Karşılıklı da Allah köməyiniz olsun. Bismillahirrahmanirrahim. Könül xanım buyurun. Ben siz sual vermek istəyirdim. Sizdən Salam. başlayaq. Sualınızı verin. Aleykəssalam. Aleykəssalam. Sualı başlayaq. Siz sualınızı verin. Görək sonra gedişatda inşallah söhbət edəyik. Sualım var. Birinci sualım budur ki, biz dərslərdə demişdik ki, insan əgər ağlı kənara qoyub müəyyən bir irfani yol izləsə, doğrudan da o nəyəsə nail ola bilər. Bu şərtlə Ağlı da ki, olsa, insan ağlın olsa, ağlı tam kənara qoysa, ağlı kənara qoysa. Aha. müəyyən bir irfani yol izləməklə doğrudan da gedib nəyəsə çata bilər. Ancaq bu şərtlə ki, o xüsusilikdən gərək ümumiliyə keçirməsin bu şeyi. Vegetarian da orada çəkmişdik. Dedi ki, qəlb özü ağlın nəticəsində yaranır. Əgər qəlb ağlın nəticəsində yaranırsa, onda ağlı kənarlaşdırdıqdan sonra həmin bu irfani yol getməyin nəticəsində yaranan qəlb nə olur bəs? Tamam. Bu birinci sualım idi. İkincini də deyim ustad. İkinci sualım budur ki, biz filosof ariflərə nəzər saldıq və burada siz demişdiniz ki, demək, onlar irfandan fəlsəfəyə dönüş etdilər və qurduqları, belə deyək, irfani hərəkatlarında təməlində ağıl dayandı. Həmçinin də biz vəhy və ağıl münasibətindən danışanda demişdik ki, xüsusən də Fərabinin adını çəkmişdik ki, o deyirdi ki, vəhy və ağıl bir-birinə zidd deyirlər. Əslində onlar bir-birinə köməkçidirlər. İndi biz bunu irfan və fəlsəfi üçün də deyə bilərik. Yəni tənqid məsələsinin tam olaraq burada kökü nə olur? Bu ikisinin ortaq bir yolun axı biz filosof və ariflərdə görürük. Yəni necə ki fəlsəfə ilə din arasında münasibət yaradırıq, irfanla da fəlsəfə arasında yəni münasibət yaradırıq. Bəli, bəli. Yəni biz bunun nəticəsində filosof ariflərdə görürük də, həm filosofdur, həm arifdir. Bu qədər ustad, suallarım bulardır. Çox gözəl. Çox gözəl. Əla, sual çox gözəl sualdır. Gəlin mən söhbətə başlayım. Mən burada da qeyd edeyim. Deməli, söhbətimizə başlayaq. Mən inşallah söhbətin içində sizin sualları da Könül xanım cavablandıracağım. Çünki elə mövzumuza aiddir deyə. Ona görə elə vaxtdan istifadə edirik. Həm dərsimizə qoşulaq, həm də bu suallar haqqında biraz söhbət edirik. Deməli, baxın, bizim mövzumuz bəllidir də, yəni mövzu ümumi olaraq, Allah razı olsun, ümumi olaraq İslam fəlsəfəsi və xüsusi olaraq da belə bir mövzuya giriş elədik ki, irfan və fəlsəfənin münasibəti. İrfan və fəlsəfənin münasibəti. Deməli, təbii ki, biganə deyil, yəni tam söhbətdən uzaq deyilik. Ona görə dedim ki, qoy burada bu mövzunu danışaq, bir yerə qədər məsələni çatdıraq və sonra yenə öz çığırımıza düşüb, öz yolumuza düşüb yenə də addımlayarıq inşallah. Baxın, söhbət nədən gedirdi? Söhbət ümumi kök başlıq din və fəlsəfənin münasibətidir. Və buradan biz göstərdik ki, bəziləri fəlsəfəyə əks dayandılar ki, fəlsəfə qıraq, kənar, biganələrdən, yəni özünkülərdən deyil, biganələrdən gələn elmdir. Yunandan gələn elmdir və bizi dindən uzaqlaşdırır.
Və çünki bizi dindən uzaqlaşdırır fəlsəfə, ona görə fəlsəfəni yaxın buraxmadılar. Və nəticədə belə bir forma yarandı ki, yaxşı biz bəs dini axırı bilməliyik də, nə ilə bilək? Bilik bizə lazımdır axı. Öyrənmək lazımdır. Fəlsəfə nədir? Fəlsəfə yəni həqiqəti öyrənən, fəlsəfə budur da. Fəlsəfə yəni həqiqəti öyrənən elm. Və ya biliyin özünü öyrənən elm. Fəlsəfə budur. İki dənə formada, yəni biri antologiyadır, biri də epistemologiyadır. Bəs xahiş edirəm ki, əvvəldən gəlin çox belə rahat-rahat tələsmədən mövzumuzu irəli aparaq. Və fəlsəfə bir, həqiqəti öyrənən, iki, biliyi öyrənən. Bilik nədir? Və həqiqət nədir? Bu iki dənənin cavabı fəlsəfədir. Tamam. Dindar və dini camiə fəlsəfə dinə gələndə fəlsəfəni qəbullanmadı. Tamam, yəni həqiqəti öyrənən elmi qəbul eləmək. Biliyi öyrənən elmi qəbul eləmək. Olsun. Qoydular qırağa. Yaxşı, indi axır nəsə bir şey öyrənməliyik, yoxsa yox? Yəni həqiqəti bəs necə öyrənək? Və yaxud nədən bilək biliyin mahiyyəti nədir? Bunu hardan, bu həqiqəti öyrənmənin yolu? Dinin özü. Dinin özü. Gəlirsiniz də, hə, mənlə addımlayırıq da, hə. Dinin özü ilə dini öyrənəkdə təbii ki, belə yanaşdılar. Ayson. Yaxşı, əgər dinin özü ilə dini öyrənmək istəyirsənsə, din özü obyektdir də, düzdür? Yəni, öyrənilməsi lazım olan obyekt. Öyrənən nədir? Öyrənən də subyektdir. Heç vaxt obyekt subyekt ola bilməz axı. Və subyekt də obyekt ola bilməz. Yəni, din obyektdir. Öyrənməsi lazım olan bir obyekt. İndi bunu öyrənən də dinin özü, din elə özü-özünü öyrənmək istəyir. Bu ki, olmur da. Bu ki, olmur. Bəs dini mən nə iləsə öyrənməliyəm? Dini dinlə öyrənmək olmur ki. Din özü öyrənilən bir şeydir. Yəni, ona görə deyirəm ki, və subyektə ehtiyacı var. Düzdür? Və bir dənə subyekt lazımdır ki, din obyektini öyrənsin. Bu subyekt iki cür dedilər ola bilər. Subyekt iki cür ola bilər. Ya təcrübə, ya ağıl. Ya təcrübə ilə dini öyrənməliyik, ya da ağılla dini öyrənməliyik, dostlar. Çox belə yavaş-yavaş addımlayırıq. Bunlar hamısı puzzle'lardır ya, yan-bayan qoymalısınız. Yəni, birini əgər itirsəz, sonra toparlamağı çətin. Çətin, yəni, anlamağı çətin olacaq. Deməli, təcrübə və ağıl. Tamam. Mən dini öyrənmək istəyirəm. Din obyektdir. Mən obyekt, subyekt terminlərlə yəqin ki, dostlar tanışdır da. Hə? Yəni, çox sadə bir şeydir. Mən nə deyim, qələm, məsələn, qələm. Mən bu qələmdir. Qələm obyektdir, mən isə subyektəm də, yəni. Öyrənənə subyekt deyirlər, öyrənilənə obyekt deyirlər də. Ay, sağ ol. Yəni, bunları
deyirəm ki, bir də görərsən də ola bilsin qaranlıq olsun bəziləri üçün obyekt, subyekt biraz belə anlaşılmaz. Yəni tez dedim ki, bilək. Deməli, din obyekti, mən onu öyrənmək istəyirəm. Nə ilə öyrənməliyəm? Özü ki, özünü öyrənməyəcək ki, subyekt lazımdır. Subyekt nədir? Subyekt ya təcrübə olmalıdır, ya da ağıl olmalıdır da. Ümumiyyətlə, subyekt bu iki dənədən, yəni başqa bir şey yoxdur da. Yəni, ya mən görməliyəm, təcrübə, hə? Ya da dərk etməliyəm. Yəni, burada ləpir var. Ləpir varsa, başmaq ləpiri izidir də, deməli, buradan adam keçir. Dərk etməliyəm. Görməmişəm ki, adamın keçməyini, amma dərk edirəm. İki cürdür. Tamam. Təcrübə, dini təcrübə ilə əldə edə bilmirik. Çünki təcrübə maddi obyektlərə aiddir. Düzdür? Maddi əşyaya, maddi şeylərə aiddir təcrübə. Dini tamamilə, demirəm bir çox hissəsini, ay sağ ol, təcrübə ilə əldə edə bilmirik. Qalır ağıl. Ağıl qalır. Lazım ki, ağılla əldə edək. Yəni, düşünməliyəm, daşınmalıyam, məntiq sərf eləməliyəm, fəlsəfə yox. Bəs nə? Mən ağlı işlətmə metodu, mən bu ağlımı dini öyrənmək üçün ağıldan istifadə edirəm. Ağlı işlətmə metodu, məntiq icazə yoxdur. Fəlsəfə o da olmaz. Bunlar hamısı bayağı elmlərdir. Neyniyək? Gəlin ümumiyyətlə biz ağlı da qoyaq qıraq. Tamam. Bəs necə öyrənək? Dini bəs necə öyrənək? Gəlin qaydaq təcrübəyə. Təcrübə ilə öyrənək. Axı, təcrübə ilə biz dini öyrənə bilmərik. Təcrübə maddi aləmə aiddir axı. Yox. Təcrübə, bir dənə də təcrübə var. Maddi aləmə aid deyil. Qeyri-maddi aləmə aiddir. Onun adı şühuddur. Çox xahiş edirəm. Diqqətli olaq. Şühud yəni təcrübə. Müşahidə də, indi İrfanda deyirlər şühud. Yəni təcrübədir də o da. O da təcrübədir. Görürəm, eşidirəm, danışıram. Bəli, əladır. Şühud. Yəni, dedilər ki, tamam, fəlsəfəyə də ehtiyac yoxdur. Ümumiyyətlə, ağla ehtiyac yoxdur. Biz şühud etməliyik. Yaxşı, nəyə görə siz şühudu bu qədər qabartdınız? Bu şühud nə? Həm fəlsəfədən xilas oluruq, həm fəlsəfədən yaxamızı qurtarırıq. Məlumdur məsələ. Həm fəlsəfədən yaxamızı qurtarırıq, fəlsəfədən xilas oluruq, məntiqdən xilas oluruq. Maddi təcrübəyə də ehtiyac yoxdur. Şühud, yəni görürük, həm fəlsəfədən azad oluruq, həm də şühudla biliyimiz qətləşir. Yəqini bilik olur. Təkzib edilməz bilik olur. İnkar edilməz bilik olur. Obyekti olduğu kimi görürük şühudla. Obyekti olduğu kimi görürük. İrfan danışıram dostlara. Elə bilirəm İrfan sevərlər. Çox cümlələrimin bu hissələrindən çox xoşlanmışlar. Çünki tamamilə İrfanın məktəbini indi mən
təqdim eləyirəm. Görün, bəli. Yəni belədir. Yəni demək istəyirəm ki, kinayəli də demirəm. Yəni demək istəyirəm, irfanı gözəl şəkildə mən indi izah verirəm. İrfanı gözəl şəkildə izah verirəm. İrfanın amalı nədir? Nə yəni hansı məqsədlə irfan ərsəyə gəldi? Xüsusilə Əşəri məktəbindən sonra başladı yayğınlaşmağa, böyüməyə, genişlənməyə. Bütün dünyanı fəth etdi. Əşəri məktəbi, Əbülhəsən Əşəri bir tərəfdən ərəb demək olar coğrafiyasında və digər tərəfdə demişdik də keçən söhbətlərimizdə Əbu Mənsur Maturi idi və demək olar ki, Əbülhəsən Əşərinin gücü hər halda çünki tamamilə dini ab-hava yaşayırdı və ümum insanlara xoş gəlimli belə deyək, addımlar, fikirlər söyləyirdi. Ona görə hər halda bütün məsələləri bağlayırdı Allaha. Biz bir karə deyilik və s. Allah. Yəni bütün gedişat, hadisələr, hər bir hadisəni Allaha bağlayırdı və bu bağlantı gedişatda yeni bir elmin ərsəyə gəlməsini töhfə verdi bəşəriyyətə. O da irfan elmi idi. Və gördük, irfan elmi də əməli zəmində sufilərlə başladı hərəkət yaradır və Mühiddin İbn Ərəbi ilə də bu əməli irfan teori və nəzəri irfana keçid alır və böyük bir sahəni həm coğrafi nöqteyi nəzərdən, həm zehni və mental olaraq böyük bir sahəni əhatə edir. Bəs deməli, qayıdaq məqsədə. İrfan məktəbi, irfanın məqsədi nədir? İrfanın məqsədi əslində çox gözəl məqsəddir, yəni. Mövzu Allahdır. Gəlin, elə yaxından danışaq da. İrfanda mövzu, nədən danışmaq istəyirsən? Obyekt kimdir, nədir? Allah. Allahı bilmək istəyirik. Təbii ki, yaxşı. Hansı üsulla, maddi təcrübə ilə ki olmaz, ağıl da onu bacarmır. Ancaq şühud etməliyik. Nəyə görə, nə ehtiyacı var şühuda? Çünki obyekti olduğu kimi, xahiş edirəm bu cümləni yazın. Bilmirəm, yazın, yadda saxlayın, mən dırnaq içərisində qoyum. Obyekti olduğu kimi bizə göstərir. Obyekti olduğu kimi bizə göstərir. Ona görədir ki, amma fəlsəfə belə deyil. Yəni, fəlsəfə həqiqətdən danışır, demirlər, danışmır. Fəlsəfə həqiqətdən danışır, amma fəlsəfə bizi həqiqətə olduğu kimi çatdırmır da. Yolun yarısında bizi bırakır. Sözlər budur da, sözlər budur. Yolun yarısına qədər bizi aparır. Bizə ümumi baxış keçirir fəlsəfə, ümumi baxış keçirir. Ağılda, yəni ağıl. Fəlsəfədən ağıl. Amma bizə elə şey lazımdır ki, biz həqiqəti olduğu kimi anlayaq. Bax, bu əslində ağlın kənara qoyulmasının səbəbi irfan tərəfindən budur. Pis yoxsa yaxşıdır. Məqsəd qəşəng məqsəddir, amma indi gəlin, keçək məsələyi bir dənə baxaq. Görək, biraz təhlil edək, analiz edək. Necə yanaşaq məsələyə? İndi məsələ bundan ibarətdir ki, yaxşı,
Gözəl. İrfan məqsədi alidir. Məqsəd gözəl, həqiqətə olduğu kimi çatmaq istəyir və digər elmlərin nöqsanını da düzgün anlayıb, təcrübə maddidir. Ağıl da ki, həqiqətə olduğu kimi həqiqəti əhatə edə bilmir də, belə deyək. Həqiqəti tamamilə qucaqlaya bilmir, həqiqəti tamamilə öz ağzına ala bilmir. Bu da düz, bu da düz. Məsələ budur. Deməli, bizə bir şey lazımdır ki, həqiqəti iddia budur. İddia budur ki, həqiqət tamamlansın. O da şühud. Məsələ bundan ibarətdir. Görəsən, İrfan şühudu ilə həqiqəti tamamilə əhatə edə bildi yoxsa? Məsələ külli. Mən elə bilirəm ki, bəlkə aylarla olunan söhbəti mən bir neçə sinə bölüşürəm də. Estağfurullah, xeyr. Xeyr. Təbii ki, baxın, çox xahiş edirəm ki, biraz məsələyə, elmi yanaşağı məsələyə, mənim tərəfimdən belə yanaşmayın ki, yəni heç də İrfanı mən tənəzzül etdirmək istəmirəm. Xahiş edirəm, düzgün, mən bəzən deyəndə deyirlər ki, sən İrfana belə, yəni İrfanın dərəcəsinə endirmək istəmirəm və heç də necə deyərlər, Allah eləməmişkən nəsə bir kinayəli də danışmaq yox ki, İrfan nədir? Xeyr. Xeyr. Sağ ol. Yəni İrfan öz növbəsində həqiqətən böyük xidmətləri olub, var düşüncədə. Bəli. Həm düşüncədə, həm fikirdə, həm istiqamətdə, hər halda. Yəni də yəni demək istəyirəm, düzgün anlayaq bir-birimizi, sonra irəli gedək də. Və yaxud da İrfanla məşğul olanlar görəsən, məsəl üçün, o İrfanla ciddi şəxsiyyətlər, tarixin görkəmli nümayəndələri. Bəli. Sağ ol da, bax. İndi söhbətlər də yazırsınız, yəni çox qəşəng münasibətlərdir. Yəni böyük şəxsiyyətlər, İrfan nümayəndələri, biz belə deyək də, mən öz növbəndə deyirəm ki, mən hansı dərəcədən danışa bilərəm ki, məsələn çox rahat şəkildə gəlir. Yox, amma indi hər halda tənqidin yolu da bağlı deyil də. Çünki biz tənqidə bağlı olsaq, inkişaf eləmərik ki. Tənqid də açıqdır. Amma tənqid gərək elmi tənqid olsun. Akademik tənqid olmalıdır. Mənbələrə istinadən tənqid olmalıdır. Elə belə, mənim xoşum gəlmir. Yox, xoşum gəlmir deyil. Əksinə, mən şəxsən İrfandan xoşlanıram. Mən İrfandan xoşlanıram. Nəinki tənqidim çünki xoşum gəlmirə görə deyil. Əksinə, mən İrfanı daha çox xoşlayıram. Amma neynim ki, tənqidləri də indi öz bucağımdan, yəni tənqidlərə də göz yuma bilmirəm. Məsələ budur. Tənqidə göz yuma bilmirəm. Ona görə mən bunu nə üçün deyirəm? Düzgün bilək. Yoxsa ki, həqiqətən də həm böyük şəxsiyyətlər tarixdə olub, arif şəxsiyyətlər, onların dərəcələri öz yerində və həmçinin indi də İrfan sevərlər, İrfan tərəfdarları, onlar da Allah köməkləri olsun, hamı elmli, ciddi, zəhmət çəkmiş insanlardır. Amma hər halda yenə də, yəni şəxsiyyətlərin aliliyi bizə tənqidə mane olmamalıdır. Bunu yadda saxlayaq. Aristotel çox səhv eləmirəmsə Aristoteldəndir bu cümlə. Bu cümlə səhv eləmirəmsə Aristoteldəndir. Platonu çox sevirəm. Amma həqiqəti Platondan çox sevirəm. Möhtəşəmdir. Möhtəşəm.
Platon sevilməli bir şəxsdir Platon. Amma sevgi tənqidə mane olsa insan tənəzzülə uğrayacaq. Bəzən eşq və sevginin də problemi bundadır. Eşqlə sevgi tənqidə bəzən mane olur. Xeyr, mane olmamalıdır. Tənqid, rahat tənqid etməliyik. Təbii ki, tənqid yerli tənqiddir. Qaydaq mövzuya. Qayda mövzuya. Ümumiyyətlə dostlar, həqiqət, bəli, biz istəyirik həqiqəti kəşf edək. Həqiqəti bilək. Düzü bilək. Belə, çox belə cümlələrdən istifadə eləmək istəmirəm də, rahat cümlələrdir. Biz düzü bilmək istəyirik. Düzü anlamaq istəyirik. Amma məsələ bundan ibarətdir ki, düzü biz tamamında anlaya bilərik, yoxsa yox? Təbii ki, yox. Heç nə ağıl bu iddianı eləyir. Ağıl harda bu iddianı eləyir ki, mən həqiqəti olduğu kimi görürəm. Əlbəttə bu ağlın beyni hələ özgəri yəqin ki, güləcək ki, yəni sən yenə də belə baxırsan. Məsələn, ağlın hətta bir şeyi olduğu kimi anlama iqtidarı da var ha. Amma mən indi o qapını açmıram. O qapını açmıram, dava düşər burada sonra. Amma hələlik yola gedirik, belə necə deyərlər, ümumi danışaq da. Gərək epistemologiya, mən epistemoloji məsələlərdə mən orada qeyd edirəm ki, bəli, ağıl hətta həqiqəti bəzən bütün hər bir şeydən də söhbət getməsə, amma həqiqəti olduğu kimi də anlaya bilir. Həqiqəti olduğu kimi də anlaya bilir. İndi işarələr, bəzi məsələlərə işarə edirəm də, yavaş-yavaş işarə edirəm bəzi məsələlərə. Deməli, irfanı bizim ilk tənqidimiz nədən ibarətdir? İlk tənqidimiz bundan ibarətdir ki, bu iddia ki, mən həqiqəti tamamında bilmək istəyirəm və çünki fəlsəfə və təcrübə həqiqət tamamında bilmir və mən digər bir alətlə həqiqəti tamamında biləcəyəm və o şühuddur, bu yanlışdır. Bu yanlışdır. Yanlışdır. Şühuddakı həqiqəti tamamında anlaya bilmir, aydın məsələdir. Gəlin təcrübə, maddi təcrübə, okey, necə deyərlər, indiki dillə, cavanlar dilləri. Maddi təcrübə anlamır, tamam, maddi təcrübə, ki, onsuz da maddidir. Ağıl da anlaya bilmir, məsələn. Bunu da bildik ki, ağıl da deyir ki, mən hər şeyi mən özümə hədd qoya bilirəm də. Mən deyirəm ki, mən biləndə düz bilirəm, amma bilmədiyim şeylər də var. Ağıl da bunu deyir. Yaxşı, bəs şühud nədir? Yəni, şühud hansı ki, nədən sayılır? Nədən sayılır da? Yəni, elmdir, tecrübədir, ağıldır. Nədir şühud? Mən söhbətin əsnasında əslində işarə elədim. Şühud da bir növ təcrübədir. Şühud da bir növ təcrübədir. Sadəcə ali təcrübə. Bunu inkar eləmir heç kim. Yəni, qeyri-maddi təcrübə. Düzdür? Bu iki zəmində ola bilər də.
Hə? Yox, fərdini hələ fərdiləşdirməyin də. Təcrübədir yəni. Sadəcə qeyri-maddi təcrübə. Təcrübə, yəni hissi bir var, hissi təcrübə. Toxunuram, görürəm, edirəm. Bir də var ki, hmm, qeyri-maddi təcrübə, yəni qeyri-maddi obyektləri görən alət. İndi hər nədirsə. Axırı da təcrübə. Ya qeyri-maddi səsləri eşidən, məsələn, bir cihaz. Qeyri-maddi dadları dadan cihaz. Aydındır. Hər halda şuhud bu olmalıdır da. Şuhud yəni mən görürəm, ya eşidirəm və s. və ilə axır. Bu iki zəmində ola bilər. Nəzəri sahədə, əməli sahədə. Hı? Ya e, biliyə aid olan məsələlər, yəni şuhud qeyri-maddi nə var? Yəni, nəyin var olub olmamasını şuhud eləməliyəm. Ya da əməli sahədə, əməli zəmində nə etməliyəm? Nə iş görməliyəm qeyri-maddi? Nə kimi işlər görməliyəm ki, məsələn, şuhud bu hər iki zəmində mümkün ola bilər. Əməli zəmində olan şuhudun nəticəsi fənadır irfanda. İrfan ki, deyir, o sülük və həqiqətə gedən yolun sonunda fanilik anlayışı dayanır. Bu əməli zəmində olan irfandır. Yəni mən nələrisə əməl edirəm, hərəkət edirəm, yükseklərə qalxıram və bir yerdə sonda fənaya düçar oluram. Yəni həqiqətə batıram, həqiqətdə yox oluram. Bu əməli zəmindədir. Tamam. Nəzəri zəmində nədir? Nəzəri zəmində biliklərdir. Hələ əməl deyil də, yəni hər hansısa bir şeyləri mən bilməliyəm, öyrənməliyəm. Yaxşı, sizinlə belə bir sual-cavab aparaq. Nəzəri zəmində mən bilməliyəm, bilməliyəm. Bu bilgim vasitəlidir, yoxsa vasitəsiz bilgidir? Şuhud oldu bilmək də, şuhud nəzəri zəmində. Hə? Yəni Allahı bilmək, sifətlərini bilmək, mələkləri bilmək, axirəti bilmək, o qeyri-maddi bütün aləmləri bilmək. Güləcimova xanım bilməliyəm. Mən bilməliyəmsə vasitəsiz bilməliyəm, ya vasitəli bilməliyəm? Vasitəsiz ya vasitəli? Dostlar, bir dənə əvvəlcə mən vasitəli, vasitəsiz çox gözəl cavablar gəlir. Elə bilirəm ki, siz fərqindəsiniz də vasitəli və vasitəsiz nə deməkdir. Çox qəşəng, çox qəşəng. Yəni hər iki vasitə, yəni iki dənə cavab gəldi vasitəli. Bəli. Qoy əvvəlcə vasitəli, vasitəsiz nədir? Bilgi, vasitəli bilgi. Nə bilirsiniz? Vasitəli bilgi və vasitəsiz bilgi. Bilgi iki yerə bölünür. Dostlar, biraz məntiq danışaq. Məntiq. Çox yavaş-yavaş hərəkət edirəm, görürsünüz? Yavaş-yavaş. Eybi yox, azdan az deyək, amma bilək də nə deyirik? Bilək nə deyirik? Biligi iki yerə bölürlər də bilik. Vasitəli bilik, vasitəsiz bilik. Vasitəli və vasitəsiz. Vasitəsiz bilik nədir? Vasitəsiz bilik bundan ibarət ki, bir şeyin özü özüdür. Mən özümü bilirəm. Mən özümü bilirəm. Bu vasitəsiz bilikdir. Özüm özümə olan elmim. Hə? Mən indi
Bilənlə bilinən eynidir. Aysa bilənlə bilinən eynidir. Bəli, Ramiz qardaş. Bəli, bəli, vasitə yoxdur. Bəli. Amma məsələn, mən qələm, mən qələmi bilirəm. Qələmə olan bilgim vasitəlidir, dostlar. Qələmə olan bilgim vasitəlidir. O nə deməkdir vasitəlidir? Bəli, izah edirəm. Vasitəli nədir? Yəni, mən ki, qələm deyiləm ki. Əvvəlcə qələmi görürəm. Qələm gözümün qabağında. Aysal. Diqqət edin. Qələm mənim gözümün qabağındadır. Mən qələmi gördüm və qələmi gördükdə qələmin şəkli mənim əvvəlcə beynimdə, yəni indi müxtəlif hər nə yolla, şüala, gözün şüası ilə, işığın nuru ilə, nə iləsə inikas olunur. Obyekt inikas olur subyektin zehninə. Subyektin zehnində bu qələmdən bir dənə şəkil yaranır və o şəkillə Aysal, mən şeylərə də baxıram ki, köməkçi cümlələr. Hə? Və o beyində olan qələmdən şəklin vasitəsilə mən tətbiq edirəm ki, bu deməli şokolad deyil, qələmdir. İnikas olunur və gözümü çevirib, gözümü digər tərəfə səmtiləşdirdikdə kitabı görürəm, yenə işıq, şüa vasitəsilə kitab inikas olur zehnimə, zehnimə inikas olur. Mən üzrlü sayım, bəzi şeylərə hələ bir cavab vermirəm ki, mən bunu hələ anladım. İnikas olur zehnimə və zehnimdə olan kitab bu bayırda, xaricdə olan kitabın inikasıdır və deyirəm ki, bu kitabdır. Sonradan gözümü döndərib yenə qələmə, bu qələmdir. Solumda kitabdır, sağımda qələmdir. Bunları bilə vasitəli elm. Vasitəli elm, bilmirəm, siz oxumuşsunuz yoxsa yox, bunun termində deyirlər hüzuri və hüsuli elmlər. Prosta elə belə oxuyanlar üçün dedim ki, tez bilsinlər ki, mən hardan deyirəm, ehtiyac yox. Elə vasitəli və vasitəsiz. Deməli, vasitəli elm və vasitəsiz bilik nədir? Bəzən vasitəsizdir. Vasitəsiz, yəni deyirəm ki, mən varım. Mən varım. Yəni, mən o tərəfdə dayanmamışam ki, baxım özümə, sonra deyim, mən varam. Mən özüm əmdə deyil. Mən özüməm, mən varam. Buna vasitəsiz deyil. Burada hər hansısa bir inikas yoxdur. Bir obyektin inikası. Burada bir inikas yoxdur. İnikas prosesi yoxdur. Vasitəli elmdə inikas prosesi var. İnikas, yəni inikas elə bilən məlumdur, Azərbaycan işlənir, ərəb kəlməsidir, amma Azərbaycan ədəbiyyatında işlənir bu. Yəni köçürmə. Yəni obyekt məndən ayrıdır, köçürülür zehnimə. Zehn deyir ki, bu o şeydir. Zehn deyir ki, bu o şeydir. Zehn deyir ki, bu o şeydir. Çox xahiş edirəm. Yavaş-yavaş gəlin qabağa. Tamam, qayıtıq şühuda. Şühud bilikdir. Şühud bilikdir. Təcrübi bilikdir. Ali təcrübi bilikdir. Qeyri-maddiləri bilməkdir. Hansı növ bilikdəndir? Hansı növ bilikdəndir? Vasitəlidir, yoxsa vasitəsizdir? Arif deyir, gərək vasitəsiz olsun. Arif gərək desin, vasitəsiz olmalıdır. Arif, irfan vasitəsizdir, vasitəsiz olmalıdır. Vasitəli olsa ki, irfanın meydana gəlməsinin səbəbi bundan ibarət ki, digər elmlərə vasitəli elm adı yapışdıraraq onları sıradan çıxartdı. Çünki digər elmlər vasitəli elmlərdir və vasitəli elmlər problem və nöqsan və qüsurla nəticələnir. Vasitəsiz elmdə qüsur yoxdur.
İrfan deyir, şuhud vasitəsiz elmdir. Vasitəsiz elmdir. Var mı inkar edən? Yəni bunu bura qədər anlaşılmaz bir şey var. Bura qədər anlaşılmaz bir şey var. İrfan, şuhud, yəni vasitəsiz elm. Çox gözəl. Aydındır hər şey. Əla. Şuhud, yəni vasitəsiz elm. Yəni mən hər hansısa bir həqiqəti görürəmsə, nəzəri irfan bilmək də, yəni Allahı bilmək. Allah var. Nəzəri irfan yəni. Nəzəri irfan, yəni Allah var. Allah var. Bəli, bəli. Bəli. Nəzəri irfan yəni Allah var. Mələk var, qiyamət var, behiş var, cənnət var. Və s. və ilax. Ruh var. Mən bunları bilməliyəm. Bunlar dinin həqiqətləridir. Bu dinin həqiqətlərini mən maddi təcrübə ilə bilə bilmərəm. Ağılla bilə bilmərəm. Şuhudla bilməliyəm. Nə üçün? Çünki şuhud məni həqiqətin özünə çatdırır. Necə? Vasitəsiz şəkildə. Çünki vasitəli elmlər bizi yanlış da çatdıra bilər. Məsələn, ağıl, mən demirəm, bunu dərk edirəm ki, görürəm qələm, deyirəm qələm. Bəlkə şokoladdır qələm şəklində. Sən allanırsan. Elə bilirsən qələmdir. Amma mən deyirəm ki, mənəm də. İndi bu nə şokoladdır, nə marmaladdır, nə istiotdur, heç nə. Mənəm. Mənəm. Burada bir yanlışlıq yoxdur ki. İrfan, dostlar, İrfan deyirdi ki, biz şuhudla bir, həqiqəti bilirik və bu bilgimiz vasitəsizdir. Yəni, görürəm də göz vasitəsilə yox. Eşidirəm qulaq vasitəsilə yox. Dərk edirəm ağıl vasitəsilə yox. Ağıl vasitəsilə yox. Aydın oldu əhsən. Dərk edirəm ağıl vasitəsilə yox. Vasitəsiz. Yəni, hər hansısa bir şey var. Bu, yox, bir dənə zəhmət olmasa sual hələm yox. Hələ sual yox. Sual hələ yox. Mən gərək bu məsələni bir əncama çatdırım, bir yerə çatdırım ki, əlbət tamamlamayacağım. Sonra yenə gələn dəfə davam edəcəyik. Məsələ bundan ibarətdir. Məsələ bundan ibarətdir. Mən təbii ki, vasitəsiz elmdə heç vaxtı yanlışlıq olmaz. Vasitəsiz elmdə mən mənəm də, mənim mənliyimdə də nə yanlışlıq? Mənim mənliyimdə nə yanlışlıq ola bilər ki? Qələm qələmdir. Qələmin qələm olmasında nə yanlışlıq ola bilər ki? Qələm qələmdir. Hər şey özü özüdürsə, hər şey özü özüdür. Bunda yanlışlıq yoxdur ki. Məsələ haçan subyekt, obyekt forması alır. Yəni, bir tərəfdə obyektdir, bir tərəfdə subyektdir. Burada yanlışlıq ola bilər ki, bu subyekt, o obyekti zəif görür, düz görmür, səhv görür, səhv başa düşür. Burası düz.
O mesele budur. Yeni bir mərhələyə keçirik. Hazır olun. Hazır olun. Mesele bundan ibarətdir. Vasitəsiz elmi biz hansı üsulla anlaya bilərik? Vasitəsiz elmə çatmağın yolu ümumiyyətlə nədir, dostlar? Bildim vasitəsiz elm. Ha, bildim ki, vasitəsiz elm, necə deyərlər, pak, təmiz, toxunulmaz elmdir. Amma bu vasitəsiz elmi mən necə əldə eləyə bilərəm? Qəlb nədir? Qəlb? Qəlb yəni nə? Qəlb nə demək? Bunlar yəni nə deməkdir qəlb? Təcrübədir. Yəni nədir? Yox, çox gözəl, əla Camal qardaş, çox gözəl, çox gözəl. Çox əla. Məsələn, təcrübədir qəlb. Zəhmət olmasa cavab yazın. Təcrübədir qəlb. Xeyr. Ağıldır. Ağıldır. Ağıl da deyil. O nə cihazdır ki, nə təcrübədir, nə ağıldır. Ki, bu cihazdan kim danışır? Harda deyilib? Nə biologiyada var, nə fizikada var, nə dində var, nə fəlsəfədə var. Nə cihazdır belə? Ona görə bir dəqiq, əla, çox gözəl dediniz yerində, ona görə mən belə hücum elədim. Ona görə xeyr, qəlb ümumiyyətlə abstrakt bir anlayışdır. Qəlb qeyri-müəyyən bir şeydir. Qəlb qeyri-müəyyən bir şeydir. Amma müşahidə olur. Müşahidə edin təcrübədir. Yenə qayıtdıq yenə öz söhbətimizə. Yenə qayıtdıq söhbətimizə. Təcrübə. Bir də xahiş edirəm, bir dəqiqə mən hələlik olar, mən bir dənə söhbəti tamamlayım. Çox-çox xahiş edirəm, hələlik söhbət, qoy mən söhbət edeyim bir dənə. Mikrofonu zəhmət olmasa bağlayın Sura xanım. Ay, çox sağ olun, təşəkkür edirəm. Çox-çox üzrlü sayın. Çünki həssasdım. Hələlik iki tərəfli danışarıq. Mən bir dənə bir orta məxrəcə gəlib fikrimi anlada bilim. Çünki sadəcə mən Camal qardaşın söhbətinə ona görə qoşuldum ki, qəlb məsələsini gətirdi, mənə lazım idi. Hayır, problem deyil. Qəlb məsələsini gətirdi. Yerində yəni qeyd elədim ki, nədir də bu qəlb? Təcrübədir, xeyr. Ağıldır, xeyr. Nədir? Nədir bəs? Şuhud bilməkdir. Və bu bilik bizi qəti biliyə nail edir, çatdırır. Bu qəti bilik, yəni obyekti olduğu kimi bilirik. Obyekti olduğu kimi bilmək üçün obyektə vasitəsiz olaraq alim olmalıyıq. Obyektə vasitəsiz alim olmaq üçün əvvəlcə vasitəli olaraq onu bilməliyik ki, sonradan vasitəsiz olaraq onu bilə bilək. Bu son cümlədir. Hər bir şeyi vasitəsiz bilmək üçün mən bildim ki, mən varam. Mən haçan bildim mən varam. Əvvəlcə bir özümə diqqət elədim, özümə baxdım, sonra bildim də mən varam da. Bəli. Yəni mən istəyirəm bu qələmi vasitəsiz olaraq bilsəm.
biləcəm ki, həqiqətən qələmdir. Yaxşı, vasitəsiz bunu mən bilmək üçün əvvəlcə gərək baxım, bir vasitəli, bir subyekt olum, bu da obyekt olsun. Hə? Alım əlimə, yaxınlaşdırım, bir qəşəng diqqətlə baxım, o qədər baxım, o qədər baxım, o qədər baxım, olum qələm. Özüm olum qələm. Bəli. Əhsən, əhsən. Tamam. Qəşəng, qəşəng. Mən təkrar eləmirəm sualları, mən bunu çatdırım. Yəni, deməli vasitə Şeyx İşraq Söhrəvərdi. Şeyx İşraq Söhrəvərdi. Hikmətül İşraqın ilk səhifələrində. Bunlar dürdür dostlar, dür. Bunlar çox qiymətlidir. Çox qiymətlidir. Hikmətül İşraqın ilk səhifələrində. Yəni məntiq hissəsinin ilk səhifəsində qeyd edir. Tamam. İlk səhifələrində qeyd edir ki, elm iki cürdür. Vasitəsiz elm. Vasitəsiz elm iki cürdür. Bir, öncədən, yəni doğulandan bizi ilə bir yerdə olan elm ki, hər kəs elə dünyaya gələndən gözümüz açıldı, qulağımız eşitdi. Bildim ki, bu yerdə ki, mən dayanmışam, heç kim də bu yerdə gəlib dayana bilməz də, bu yeri mən tutmuşam da, yəni mənəm də, yəni bir sözlə. Yəni doğulandan bu mənə olan agəhlıq elə əvvəldən var. Bir dəndədir, vasitəsiz elm var. Sonradan yaranan vasitəsiz elm. Onun adını qoyur. Elmun huzuriyyun mütəcəddid. Və indi vaxt yoxdur, mən açım kitabı. Həm də ki, indi ehtiyac yoxdur. Amma müraciət eləmək istəyən müraciət eləyə bilər. Yəni, sonradan yaranan vasitəsiz elm. Sonradan yaranan vasitəsiz elmə gedən cihaz ancaq ağıldır. Ağılsız mümkün deyil. Ağıl anlamalıdır. Ağıl bilməlidir. Ağıl öyrənməlidir. Ağıl əvvəlcə öyrənməlidir. Bu qələmə o qədər baxmalıdır, o qədər araşdırmalıdır, o qədər çək-çör eləməlidir bizim dillə. Desək, ta inki bu hopsun, cana. İndi deyin, indi qəlb kəlməsini istifadə edin. Amma əvvəlcə bunu mən bilməliyəm vasitəli elmlə mən buna agah olmalıyam. İnki sonradan bu hopsun cana. Canı hopandan sonra adını qoy vasitəsiz elmdə. Və yaxud da ki, bəli. Və yaxud da ki, indi sizin cümlələrinizə qayıdıram ki, qayıdıb deyirsiniz ki, bəli, yəni şühud ağıldan sonra yaranan şühud. Yox, deyilən ağıldan sonra yaranan şühud.
Ağıldan yox. Amma məsələ bundan ibarətdir ki, İrfan axı bu şuhudu qəbul edəmir, ağıldan sonra yaranan şuhudu. Çünki İrfan ümumiyyətlə şuhudu bilən alət kimi qəbullanır. Halbuki şuhud bilən alət deyil şuhud. Şuhud bilən alət deyil, şuhud bilinən həqiqətdir. Şuhud bilinəmir. Yəni şuhud, bəli, şuhud obyektdir, subyekt deyil axı şuhud. Şuhud subyekt deyil axı. Şuhud obyektdir. Subyekt ancaq və ancaq ağıldır. Əllamə Təbatabai Əl-Mizan kitabının 1-ci cildində Bəqərə surəsinin təfsirində dostlar, o böyük tarixin demək istəyim, nə bilim, bəzi adamlar var, həqiqətən dahilikləri o qədərdir ki, insan aciz qalır onları tərif eləməyə. Əllamə Təbatabai tarixin bənzərsiz şəxsiyyətidir. Bilmirəm nə qədər tanışsınız Əllamə ilə. Əllamə ilə nə qədər. Əllamə Təbatabai Əl-Mizanın 1-ci cildində Bəqərə surəsinin ilk ayələrini təfsir edərkən gör nə qəşəng deyir. Əlif lam mim zalikəl kitabu la raybe fihi hudən lil muttəqin əlləzinə yu'minunə bil qeyb. Möminlər o kəslərdir ki, 20-ci əsr möcüzəsi. Qəşəng deyirsən. Ziyad qardaş, qəşəng deyirsən. Möminlər o kəslərdir ki, qeybə iman gətirərlər. Əllamə buyurur ki, ağıldan başqa məgər mümkündür insan nədənsə istifadə eləsin. Dəhşətdir. Dəhşət. Baxın, şey var da, 1-ci ilin necə tərcüməsi də var da, Azərbaycan dilinin, Türkçədəki bütün cildlər tərcümə olub. Görün mən burada. İkinci cilddə Əllamə, bu 1-ci cild. 1-ci cilddə mən stat gətirdim də, indi mən bunları deyirəm ki, bir də görəsən, istəyirsiniz müraciət eləyəsiniz, yəni rahat şəkildə. Əllamə buyurur ki, etimad olunması, söykəniləsi, inanılası bir bilik aləti varsa o da ağıldır. O da ağıldır. Ağıl dərk edir. Ağıl heç vaxt səhv eləməz. Ağıl heç vaxt səhv eləməz. Çox cürətli cümlədir. Çox cürətli cümlədir. Ağıl heç vaxt səhv eləməz. Yəni, bir nə demək istəyir? Həmən cümləni deyir ki, ariflər şuhud üçün deyirlər. Demək istəyir, həqiqəti olduğu kimi bilir ağıl. Bir dənə şərt qoyur. Əgər özünü ona təsir edə biləcək qeyri-kognitiv amillərdən qoruya bilərsə, heç vaxt səhv eləməz. Yəni, əməldə də özünü doğruldub düzəldə bilərsə, heç vaxt səhv eləməz. Baxın, tamamlayıram, yormayayım da sizi. Çox hələlik tamamlamadım, mən sona çatmayıb hələ. Amma bir yerə qədər mən nəyi çatdırdım? Dedim, şuhud ağıldan sonra və ağıldan sonra olan şuhud da bilik deyil ümumiyyətlə. Bilik deyil. Bilik elə ağılla ancaq olur. O da bilik deyil. Obyektin özüdür.
ki mən dərk edirəm, ağılla dərk edirəm, hopur. İndi bu canıma hopur. Və onun adını sən ego şuhud qoy. Sadəcə Arif bunu ilə razılaşmır axı. Sən bunun adını, mən bunun adını şuhud qoyuram, olsun. Bunun adı olur şuhud. Şuhudla ki, davamız yoxdur ki. Çox gözəl, çox gözəl. Şuhudla davamız yoxdur ki, sadəcə harda yerləşir. Olur şuhud. Yaxşı ki, bu ki şuhud olur, bu ağıldan sonraki şuhuddan ki söhbət gedir, burada yeni bir məsələ açılır. Qəlb anlayışı açılır. Qəlbin mahiyyəti ağla münasibətdə və ümumiyyətlə ağlın ki, təxminən nə demək olar, söhbətini elədik yəni. Amma hər halda yenə də bəzi nüanslar var ki, onlara işarə eləmək istəyirəm. Bunları saxlayıram gələn dəfəyə. Ki, mən biraz gələn dəfə məcburam ki, baş çəkim, məntiq elminə baş çəkəcəm yenə. Məntiq elminə baş çəkəcəm. Çünki orada bəzi məsələlər gərək işıqlansın ki, bilək ki, bu qəlb deyilir, yəni məqsəd nədir? Elə bilirəm ki, sizə o bir dəqiqə gözünü üstə tamamlayayım. Elə bilirəm ki, mənim qəlb və ağıl haqqında olan söhbətimi görmüsünüz. Amma indi orada bir qism məsələlərə işarə eləmişəm. Amma bəzi məsələlər də var ki, sizinlə bölüşəcəm ki, orada deməmişəm. Gələn dəfə mən bu məsələyə işarə edəcəm ki, yaxşı, qəlb ki deyilir və bugün də adı çəkildi. Bugün də adı çəkildi. Bu qəlb dedikdə ki, haradasa indi bir balaca giriş elədik ora, bildik ki, sonradan yaranır. Bunu bildik. Amma ümumiyyətlə bunu biz bilik aləti kimi, yenə də bildik ki, olmur, amma necə olmur, nə üçün olmur, bunun üzərində məşğul olaq və nəticədə eşqin də yerini əldə edək ki, qəlbin özü də ali ağıldır. Danışarıq Gülnar xanım. Mən tamam, yaxşı nəticədə əslində, yaxşı nəticədə qəlbin özü də ali ağıldır, hər halda ağıldır deməli. Hər halda deməli ağıldır. Amma biraz da bir mərhələdə mən keçid eləmək istəyirəm ki, istəyirəm göstərəcəm, ümumiyyətlə qəlb nəticədir. Qəlb nəticədir və nəinki bilən alət deyil, bilinən obyektdir. Necə ki, bayaq da şuh üçün onu istifadə elədim. Və həmçinin bir-iki yenə də digər məsələlərə işarə edəcəyəm ki, o cümlədən yadımdan çıxmayıb, Könül xanımın sualları da yadımdan çıxmayıb ki, ağlı kənarlaşdırdılar və qərbdə də ağlı kənarlaşdırdılar. Nə baş verdi? Əslində fikrimdə idi mən. Burada onu deyim, amma söhbətimin silsiləsinə girmədi deyənə olar. Könül xanım, mən buna gələn dəfəyə saxlayım. Tələsik deyil ki. Tələsik deyilsə, mən bunu saxlayım gələn dəfəyə. Ay, sağ ol. Çünki indi də məsələ, amma istəyirəm söhbətin silsiləsinə salın ki, qoy məsələ biliklərimizin içinə girsin də. Və irfanla fəlsəfənin də təbii ki, münasibətinə biraz işıq saldıq. Gələn dəfə də Allah qoysa, yenə tamamlayacağıq inşallah. Mən söhbətimi burada toparladım, tamamladım. Təşəkkür edirəm, çox sağ olun. Mən söhbətimə yekun və son qoyuram və sizə buraxıram vaxtı.
Düzdür, vaxt da keçib, mən amma buradayam, yəni mən tələsmirəm. Kimin nəsə sualı varsa, Xəlil qardaş deyir ki, qəlbin gözü ilə görməlisən deyirlər, bəsirət gözü ilə. Tamam, indi bunu yenə də indi danışarıq və bəli, bəsirət gözüdür. Bəsirət gözüdür, amma biraz bugün dedikdə gərək bu suallar da cavablansın. Bəsirət gözü yəni nə? Şuhud? Təbii ki, şuhud. Şuhud yəni nə? Elm? Bəli, elm. Elm hansı? Vasitəli yoxsa vasitəsiz? Vasitəsiz. O vasitəsi açandır vasitəlidən sonra. Yəni bu, bəli, belədir. Könül xanım burada bir sual verib, deyib ki, ağıl haqqında da danışarsınız, bizə akademik bilgidən çıxardıq. O söhbət tam aydın deyil mənə. Bir daha bu sualı biraz belə açıqlayın, mən başa düşmədim. Ustad, yəni o söhbətimizə qulaq asmışdıq. Demək, Hacıgilin proqramında olanı. Orada tam belə deyək də ağıl məsələsi şəxsən mənə aydın olmadı. Vaxt qısıtlı idi deyə oradan müəyyən şeyləri çıxarış edə bilmədim. Şəxsən mən ona görə də mənə maraqlıdır ki, bu ağıl məsələsinin özünə bir baxış keçirərdik. Bəlkə ondan sonra mən inanıram ki, çox məsələ öz yerinə oturacaq. Tamam, gələn dəfə belə söhbətimin məzmununda var bu. Bəli, mən gələn dəfə vaxtı söhbət edəcəm, bəli. Gülnar xanım sual verib, cana oxuması üçün ağılı elmlə aydınlatmaq lazımdır və risk etməyi öyrənmək lazımdır. Ağıl sona qədər aparacaq, oxumaq, tətbiq. Ağıl sona qədər aparacaq, oxumaq, tətbiq, yenə oxumaq, yenə tətbiq, sona qədər yorulmamaq lazımdır. Tamam. Sual deyil, yəni təsdiqdir də, yəni ağıl sona qədər ağıl insanı aparır, bəli, çox gözəldir. Çox gözəldir. Risk etməyi öyrənmək lazımdır. Mən biraz bu risk etməyi öyrənmək lazımdır məsələsi ilə çox da razı deyiləm, amma bilmirəm indi məqsəd nədir. Amma hər halda ümumiyyətlə baxış bəli doğrudur. Ustad, olarmı deyim? Gülnar xanım. Bəli. Buyurun Gülnar xanım. Eşidirəm sizi. Risk etmək, yəni ki, ağılla düşünərək risk etməyi deyirəm. Ağılla düşün, o bəli. Ağılla düşünməyi, yəni ağılla düşünmək də indi onu risk kəlməsindən eyb yox, düzdür. Bəli, mən razıyam. Yəni sizin yanaşmanızdan belə başa düşdüm ki, qeyd edirsiniz ki, yəni heç bir zaman düşüncədən dayanmaq olmaz. Bu həməndir ki, biz, bəli, əla. Bu həməndir ki, biz deyirik ki, ağlı kənarlaşdırmaq olmaz. Axıra qədər hərəkətdədir, axıra qədər gedir, axıra qədər də işıq salır, tamamilə doğrudur. Düzdür. Çox gözəl. Deməli, Şəfanə xanım, buyurun. Mən səhv oxumuram ki, düzdür? Müəllim, bağışlayın, əlim случайно-daydı. Sualım yoxdur, xeyr. Tamam, yaxşı, olsun. Buyurun. Sonra sual vermək istəyən var idi. Mən sonraya saxladım. Suğra xanım deyəsən sual vermək istəyirdi. Mən saxladım sonraya. Əgər sual yerindədirsə buyursun. Yox da ki, bəlkə də həll olub. Cavablanıb. O vasitə deyilir deyə. Elə bir ki, zikirlərlə çatılır. 40 gün hansısa əməli eləyəndə o deyir Xeyr, mən bulanın tərəfdarı deyiləm. Ki, zikirlə hər hansısa bir nəsə elm əldə eləyəsən, nəsə bilik əldə eləyəsən. Hansı əməlləri 40 gün hansısa bir əməllər olunanda neysə əldə eləyənlər deyir ki, biz məsələn hansı əməllər... Xeyr. Mən ümumiyyətlə elə bilirəm ki, bunlar
insanı hər hansısa bir həqiqətə çatdıran amillər deyil. Bunlar sadəcə köməkçi amillər ola bilər. İnsan özü köməkçi amil ola bilər, bəli. Elə bilirəm ki, necə deyərlər, bu bizim hədis rəvayətlər də bu məsələni vurğulayır və qeyd edir ki, çox gözəl, yəni cümlə bu məzmunda rəvayətlər, hədislər çoxdur. Yəni çox zikir və yaxud çox ibadətin formasını yerinə yetirməklə deyil, insan ən başlıca olan şey təqva və imandır və təqva və iman əsasında qayıdır düzgün, doğru düşüncəyə. Doğru düşüncədən sonra doğru əməl etməkdir və doğru əməldən sonradır ki, hər hansısa bir zikir ola bilsin ki, təbii ki, təsirli olsun. Yəni, bu həmən biz dediyimiz söhbətin sonunda baş verir. Yəni, mən əgər hər hansısa bir, heç bir düşüncə, fikir, hər hansısa bir əməl başlığım olmadan 40 gün sadəcə müəyyən bir şeyə eləyəcəm, müəyyən bir şeyə nail olacağım. Xeyr, bunlar yetərli deyil. Sən 40 günün təsirli olması üçün 40 günün təsirli olması üçün 40 yaşın varsa, indi 10-15 yaşı qoy bir qırağa, bir 20-25-30 il doğru düşünmək üçün çalışmalıyam, doğru əməl etmək üçün də çalışmalıyam. Ta ki, sonra 40 yaşından sonra, 45, 46, 50, 60 yaşında 40 gün əməl eləyəndə o təsirini bıraxsın. Yoxsa ki, yerindən mən durum, məsələn, 40 gün müəyyən əməl edeyim ki, 40-cı gün nəsə görəcəyəm. Bunlar elə bilirəm ki, yanlış. Amma ona iman bəsləyən olanda, məsələn, iman bəsləyirəm mən buna. Məsələn, yəni imamın nəticəsində inanıram mən bu şeyə və onun nəticəsində, məsələn, o həmin ya hacətimə çatıram, ya hansısa bir niyyət elədiyim bir şeyə elə bir ki, çatıram. Başa düşürəm. Yəni, iman bəsləyirəm nə deməkdir? İman bəsləyirəm budur ki, yəni demək, mən ruhumu nəinki 40 gün, 40 gündən qabaqki illərimdə ruhumda bir müəyyən bir təmizlik işləri aparmışam. Fikrimdə bir bilgi, müəyyən bir bilgilərimi düzəltmişəm. Şimdi 40 günə iman bəsləyirəm. Bəli, bunu mən əleyhinə deyirəm ki. Amma mənim sözüm nədən ibarətdir? Sözüm bundan ibarətdir. Görəsən zikir və 40 gün bilgi verir, xeyr. Onu demək istəyirəm. Bəli. Siz cavabladınız bana. 40 gün və zikir bilgi vermir. 40 günlə zikir sənin əldə etdiyin təmiz bilgilərə sadəcə işıq sala bilər. Yeni bilgi, yəni müəyyən bir yeni bilgi vermir sənə. Bəli. Çox sağ olun. Söz demək olar. Sağ olun. Necə? Söz demək olar. Bəli, buyur. Üstad, mən sizin o verilişə baxdım, 3 hissəyə, ağılla cəhd barədə. Mən ondan qabaqda təxminən 5-6 ay qabaq həmin mövzunu araşdırırdım. Sadəcə olaraq elə bir nəticə, tam nəticə hasil edə bilməmişdim. Və sizin o verilişə baxdım. Ondan sonra da bir dənə də kitab var idi, ona da müraciət elədim. Cavad Amil ağanın kitabına. Onu da təxminən qəlb barədə sözü sizin fikirlə üst-üstə düşdü. O da deyir ki, Quranın bizə bəyan elədiyi qəlb insanın mücərrəd ruhudur. Sən. İndi ustad, mən buradan belə bir nəticə çıxarda bilərəmmi ki, indi o çıxartdığım nəticəni deyirəm. İndi nə dərəcədə düzdür, nə dərəcədə yanlışdır, indi siz ona bir fikir bildirərsiniz. Demək olarmı ki, ruh vahiddir, ruhun mərtəbələri var, ruhun ən üstün mərtəbəsi ağıldır və müşahidə zamanında ağıl həm şudidir, həm də dərk edir. Və müşahidənin olsun, mükaşifənin olsun, doğruluğunda hüccət ağıldır. Belə bir qənaət. Gözəl, əla. Tam razıyam. Gözəl nəticədə, əhsən.
Gözəl nəticədir. Mən gələn dəfə qeyd edəcəyəm ki, hətta şuhudun belə yanlışlığı ola bilir. Hətta şuhudun belə yanlışlığı ola bilir. Üstad, Gələn bir də dəfə inşallah söhbət Üstad, bir edəcəyik. də o vasitəsiz idraçda bayaqlarım dediniz ki, o mən özünü dərk etmədə. Bizə onu belə keçiblər ki, vasitəsiz idraçda 6 dənə qism bölüblər onu. Məsələn, insanın özünü dərk eləməyi, yəni o mən anlayışı da, deyir o vasitəsizdir. Ondan alınan o mən anlayışı ki var, o yüzden artıq vasitəlidir. Bizə yəni bunu bu qaydada keçiblər. Sonra o siz dediniz ki, o vasitəli idrak, onlar da bölünür də, əvvəliyyatdır, vicdaniyyatdır. Onlar da əslində qayıdır şeydə, vasitəsiz idraka qayıdır. Sadəcə olaraq biraz elə bir mən o dediniz ki, birinci mən bilməliyəm vasitəsiz idrakda, sonra elə bir vasitəli biləndən sonra vasitə. Amma biraz şey qaldı, belə deyək də, biraz qaranlıq kimi qalmışdı. Yəni dedim belə keçmə, görəsən yanlış olar, doğru olar ona görə. Yox, yəni ki, əslində düz keçiblər. Sadəcə mən qəbul edəmirəm o təşəkkür ona görə. Bildim Hə, yəni ənənəvi məntiqdə belə deyilir, düzdür. Amma mən yox, əstəğfurullah, bu zarafat idi. Yəni mən ənənəvi məntiqdə vasitəsiz idrak vasitəli idrakdan qabaqdır. Amma mən ona görə bilərəkdən Şeyx İşraqdan stat gətirdim ki, vasitəsiz idrak vasitəli elmdən qabaqda olan ki var, o çox yəni o ümumiyyətlə o qədər böyük bir dəyərli bir şey deyil, yəni də vasitəli idrakdan qabaq olan vasitəsiz idrak o qədər dəyərli bir elmdir, yəni dəyərli bir şey sayılmır. Dəyərli sayılan vasitəsiz idrak vasitəli idrakdan sonradır. Bunu təbii ki, indi biraz daha ciddi yanaşmaq, daha ciddi baxmaq lazımdır. Mən elbəm izah verdim, izahıma görə biraz düşünsək üzərində bir balaca məsələ həll olar. Ona görə Ziyad qardaş, mən tam sizin o bilginizi sıradan çıxartmırama demirəm ki, və demirəm də ki, səhv deyiblər, düz deyiblər, müəllimlər düz izah veriblər. Sadəcə ilkin məlumatdır o, ilkin məlumat elədir, amma demək istəyirəm ki, bu ilkin məlumat hər halda tənqidə, necə deyərlər, açıqdır və hesab edirəm ki, o məlumat tənqid olması məlumatdır. Tamamilə də yox, yəni qismən. Günah xanım, yazmışsınız ki, mənim də zikirlə bağlı bir sözüm var. Buyurun. Mən elə bildim ki, Allah razı olsun. Usta, siz cavabı verdiniz. Aha, deyir cavabı vermişsiniz. Eybi yox, eyni sizin kimi düşündüyümüz zikirlə yol getmirlər. Məhz əsas odur ki, zihni təmizləməyə çalışma. Bəli. Sonra mən sadəcə istəyirəm ki, Qədr gecəsi üçündə demişdiniz ki, insanın keçən Qədr gecəsi. Bəli, Günah xanım, tamamilə Qədr gecəsində də bu məsələyə işıq salmışdım. Başqa bir izahla düz işarə edirsiniz. Ramin qardaş deyir, usta zikir ilə insan aram ola bilər, axı davamlı olaraq. Aram məsələsində mənim sözüm var, gələn dəfə inşallah yadınızda saxlayın. Deyəcəm, ümumiyyətlə aramlıq elm deyil. Aramlıq elm deyil. Ona görə, bəli, aram ola bilər, amma aramlıq yəni gərək izah verək, inşallah gələn dəfə danışacaq. Davamlı olaraq Quran gəmirir, qəlblər ancaq Allahın zikr etmək. Bəli, aramlıq tapır. Düzdür, saniyə işıq keçdi bizdə, ona görə çıxası oldum. Necə? İşıqlar keçdi, mən məcbur çıxası oldum, ona görə. Dinləyə bilmədim. Yox, problem deyil. Mən sadəcə sizi dəstəklədim.
Sizin məlumatınızı dəstəklədim və bunu sonda qeyd elədim ki, sizə deyilən məlumatlar heç də yanlış deyil. Sadəcə ilkin məlumatdır da. Mən sadəcə deyirəm ki, bu məlumatlar hər halda tənqidə açıqdır və mən hesab edirəm ki, biraz ondan irəli getmə imkanımız var o məlumatlardan. Yoxsa ilk olaraq o məlumatlar yanlış məlumat deyil. Mən bunu dedim, əgər eşitməmişsə bu hissəni mən bunu veya siz olmadan qeyd elədim. Bilmirəm, sağ ol. Bəli, Surə xanım, buyur. Mənim elə bir ki, bu şəhid ki, keçən səfər də Mübariz İbrahimov ki, o göz görə özü bilirdi ki, şəhadətə yetəcək. Artıq o heç nəyə baxmadan, yəni ki, bütün çətinliklərə rağmen qabağa gedir, qarşıya gedir və şəhadətə yetirdi. Yəni bu da elə bir həmin yoldur da. Elə bir ki, bu mənim düşüncəmə görə bu həqiqətə gedən yolda o heç nəyə baxmadan bir insan Surə bir xanım, şeydir. bəli, yəni Allah rəhmət eləsin bizim şəhidlərimizi və qazilərimizə Allah şəfa versin və şəhidlərimizin ruhu şad və qalanlar da inşallah səbir Allah əta eləsin. Amma biz hər halda şəxsin hansı keyfiyyətdə olmasından xəbərimiz ola bilməz təbii ki. Biz bilmərik indi bu mərhələdə. Biz sadəcə elmi olaraq deyirik ki, bu mərhələ belədir. Amma indi filan kəs belə idi, belə deyildi, bilirdi. Mən bilmirəm axı o nə bilirdi, nə bilmirdi. Ona görə mən şəxs olaraq biraz çətindir mən qaydım deyim ki, filan kəs də bu cür nə idi ya. Yəni mənim bu qaydım demirəm amma deyildi. Mənim məlumatım yoxdur yəni. Əgər o yəni siz bilirsinizsə ki, belə idi, tamam da lap yaxşı. Tətbiq edirsinizsə, tamam olar. Deyə bildim, Surə xanım, məlum oldu məsələ. Bəli, çox sağ ol. Bəli. Yəni mən şəxs haqqında ümumiyyətlə məlumatım yoxdur deyənə, ona görə bir şey deyə bilmirəm ki, bəli o elə idi. Amma əgər deyirəm, siz bilirsinizsə, lap gözəl, Allah. İndi hər bir halda, yəni mənim şəxs haqqında məlumatım oldu, olmadı, hər halda şəhid yüksək dərəcədədir, ali dərəcədədir və ruhu inşallah ki, şad olsun, bu qədər. Allah razı olsun. Elə bilirəm ki, mən sadəcə gözləyirəm. Birdən nəsə əməli olaraq, lap gözəl, lap əladır. Birdən nəsə kiminsə sualı olarsa. İnşallah gələn dəfə biz söhbətimizi davam edəcək. Xahiş edirəm, mən istəyirəm gələn dərsimizi imtahana məşğul olaq. Yoxsa ki, belə eləyək, yox. Gələn dəfə də bu söhbətimizi danışaq, bir balaca, yekun, yəni verək söhbətə, sonra imtahanda. Yoxsa elə belə olsa yaxşıdır, qoy fasilə düşməsin söhbətlə. Özümdə fikirləşirdim ki, gələn dəfə imtahan olsun. Amma gələn dəfə yenə bu söhbətimizi tamamlayaq, imtahanı saxlayarıq o bir səhətliyə. Fasilə düşməsinə ona görə. Elə biləm, etiraz eləməzsiniz. Bəli, bitirək bu söhbəti, bəli. Bəli. Elə biləm ki, hamıda bəli, xeyir deyən olsaydı, yəqin ki, yazardı. Çox sağ olun, Allah razı olsun. Allaha tapşırıram sizi. Həmişə xoş, firavan, yaxşı olun və gecəniz xeyrə qalsın. Gələn dərsimizdə görüşmək ümidi ilə bir-birimizi dua edəyik inşallah. Sağ olun, salamat qalın.